Azərbaycanın şimal-qərb bölgəsi yeraltı və yerüstü sərvətləri ilə çox zəngin bir bölgədir. Sərvətlər içərisində ən zəngin, ən qiymətli sərvət bölgənin insanları, buradakı xalqlardır. Azərbaycanın gözəlliyi bu çeşid-çeşid xalqların, çeşid-çeşid mədəniyyətlərin bir yerdə qovuşması və bugün dünyanın üzərində çalışdığı, yaratmaq istədiyi tolerantlığın bir neçə min il öncədən artıq burada mövcud olması deməkdir. Azərbaycan ərazisində yaşayan çoxsaylı etnoslar öz etnik kimliklərini günümüzədək qoruyub saxlayıblar. Özünün qədim tarixi, mənəvi dəyərləri, həm də zəngin etnik tərkibi ilə tanınan respublikamızda əsrlər boyu müxtəlif dini və etnik mənşəli xalqlar yaşayıblar. Azərbaycan çox zəngin bir sərvətə sahibdir, məhz etnosları baxımından. Bugün ölkəmizdə Azərbaycan türkləri ilə yanaşı, özlərini onlar qədər Azərbaycanlı sayan bir çox etnik qruplar vardır ki, tarixin müəyyən dövrlərində bu torpaqları özlərinə məskən seçiblər. Balakənə getsək, hara getsək də dini mərasimləri birgə icra edirik. Dədə-babadan tapılma, yəni bizə gəlib çatan dini xüsusiyyətləri yaşatmağa çalışırıq. Bu etniklər siyahısında yer alan avarlar da əsrlər boyu Azərbaycan türkləri ilə bərabər yaşayıb və zaman-zaman bir-biri ilə qaynayıb qarışıblar. Avarlar uzun müddət Mərkəzi Asiyada Hun tayfalar kimi yaşayıblar. Böyük Hun kökü zamanı 3-cü, 5-ci əsrlərdə tədricən Avropaya doğru yerini dəyişiblər. Mərkəzi Avropada məskunlaşıblar. 5-7-ci əsrlərdə indiki Macaristan və ətraf ərazilərdə onların imperiyası olub. Uzun müddət orada özlərinə təsərrüfat qurublar və bir növ öz mərdliklərini ancaq dostluqda, yoldaşlıqda və gələcək nəslə bir növ nəsə irs qoymaqda görüblər. İndi əlbət ki, onların imperiya qurduğu dövr, ona yaxın olan Bizans imperiyasının da mövcudluğu dövrü idi. Onların mübarizədə tədricən Qaradəniz sahillərinə doğru, oradan da tədricən Şimali Qafqaza, yəni indiki Ukrayna ərazisindən keçərək Şimali Qafqaza doğru yürüş etməklə orada məskunlaşıblar və Azərbaycan ərazisində avarların məskunlaşması Şimali Qafqazdan tədricən baş verir. Hal-hazırda avarlar əslən Balakən Zaqatala rayonları ərazisində kompakt halda yaşayırlar. Sayıları da rəsmi məlumata görə 50 min nəfərdən çoxdur. Özlərini mafulal, yəni dağlı adlandıran avarlar ləzcıblar. Respublikamızın bu bölgəsi öz polietnikliyi ilə seçilən diyarlardan biridir. Mənşəcə türk soylu olan avarlar tarixi mənbələrdə göstərilir ki, öncə Hunlarla birgə Avropaya qədər hərəkət edən xalqların böyük köçündə, dünyanın böyük bir hissəsində xalqların dəyişimində rol oynayan etnoslardan biri oldu. Şimali Qafqazda məskunlaşdılar. 558-ci ildə Sasanilərlə bağlanan müqavilədən sonra Şimali Qafqazdan Avropaya doğru hərəkət elədilər və bir qolu isə Qafqazda və o cümlədən Cənubi Qafqazda məskunlaşmağa başladı. Etimologiyaya görə də avar sözü qarşı gələn, dirənən, qüvvətli, cəsarətli anlamını verirdi ilk çağlarından bəri. Öncə daha çox maldarlıq təsərrüfatına məşğul olan bu xalq tədricən Aran bölgələrinə yayıldıqca yerli əhalinin də əkinçilik təsərrüfatını və digər təsərrüfatları eynən mənimsəməyə başlayır.
və beləliklə bu xalqlar arasında məişətində, mədəniyyətində, bütün həyatında bir eyniyyət, çox yaxın bir deyək, əlaqə görünməkdədir. Etnik tarixi kifayət qədər araşdırılan avarlarla bağlı Azərbaycan tarixşünaslığında müxtəlif istiqamətlərdə təhlillər aparılıb. Mövcud yazılı mənbələr və etnoqrafik materiallar əsasında Qafqazda, o cümlədən Azərbaycanın Balakən, Qax, Zaqatala bölgəsində yaşayan müasir avarların qədim türk avarlarının varisi olduğu qənaətinə gəlinib. Attila zamanından bəri hər zaman sağ cinahda ön yerlərdən birini tutan bir etnos, bir xalq oldu. Bugün də burada düşünürəm ki, son əsrləri yerdəki yerli Azərbaycan türkləri ilə birgə bu bölgənin, bu ərazinin, bu vətənin azadlığı uğrunda hər zaman canını fəda eləməyə hazır olan bir insanlar olaraq birgə mədəniyyət yaratdılar. -19-cu əsr Rus mənbələrində bütün Dağıstan xalqlarının, eyni zamanda avar və saxurların çar ləzgiləri və ya ləzgi adlandırılması imperiyanın milli müstəmləkə siyasəti ilə bağlı idi. 19-cu əsrdən etibarən Qafqazı işğal edən imperiya qüvvələri bu ərazilərdə parçala hökm sür müstəmləkə siyasətini həyata keçirərək əsrlərlə mehriban qonşuluq münasibətində yaşayan qardaş xalqlar arasında ədavət toxumu səpməyə çalışıb. O dövrlərdə imperiya Azərbaycan türkləri ilə bərabər avar, engiloy, udi, saxur, rutul kimi müxtəlif etniklərin də yaşadığı ölkəmizin Balakən, Qax, Zaqatala bölgəsində daha məkirli siyasət aparıb. Yazılı mənbələrdəki araşdırmalarla bərabər avar etnoniminin türk dilləri ilə izah olunması da bizə Azərbaycanın şimal-qərbində yaşayan avarların qədim türk tayfalarından olan qüdrətli avarların varisləri olduğunu söyləməyə əsas verir. Avar sözü türk dillərindəki ayara sözündən olub, çılğın, dikbaş, döyüşkən, dalaşqan yaxud dirənən, qarşı gələn kimi izah olunur. Avarlarla buna qonşu olan, bununla kompakt yaşamış millətlər arasında heç vaxtı fikir ayrılığı olmayıb. Həmişə mehriban yaşamışıq. Mehribançılıq get-gedə indi Azərbaycanın müstəqillik dövründə çox mehriban Azərbaycan xalqının bir nümayəndələri kimi yaşayırıq burada. Dağıstanda daha çox qoyunçuluqla məşğul olan avarlar, onların məişətinə ipəkçilik, bostançılıq, arıçılıq kimi təsərrüfat sahələri də daxil olub. Hazırda avarların bağçılıq təsərrüfatında coğrafi mühitindən asılı olaraq şabalıd, fındıq, qoz, xurma, əzgil kimi meyvələrin yetişdirilməsi geniş yayılıb. Avar türkləri də bu mədəniyyətin bir parçası olaraq bütün sahədə öz töhfəsini verdilər. Bugün bu bölgədə Balakən rayonunun hər yerində iməciklər olur, amma bizdə avarlarda bu daha çox vurğulanır. O vaxtdan məsələn iməciklər bizə təşviq olunur. Məhsul bolluğu ilə əlaqədardır iməciklər. İməciklərdən bizdə folklor yarandı. Bizim kəndimizdə də folklor qrupu, Cahan folklor qrupu fəaliyyət göstərir. Festivallarda iştirak eləmişik. 2011-ci ildə Xalq kollektivi adı qazanıb. Bizdə də 3 gün, 3 gecə toylar olub əvvəllər. Çox insanlar da bu saat o toyları alqışlayır. Çünki orada təbiilik var idi, gözəllik vardı, insan yığımı daha çox olurdu. Nənəm danışardı ki,
Biz deyir, eşidərdik filan yerdə toy olmalıdır. Qulaq asardıq, deyir, bir zurna balabanın səsini eşidək. Təndir ustasıyam. Nəslimdə avardı. Bu bizim ata babadan bize kalan bir mirastı. Mesela bakayım. Bak şunu buyuyor. Şöyle bakayım. Bak. Bu işin devamçısıyam. Bu işi devam edirəm. Şimdi hem ailemi saklayıram, hem de millete bir xeyir veririm. Hoppa. Mükemmel. Bu bizim dede babadan kalan bir senettir. Bunu yaşatmak lazımdı. Bunu itirmektense yaşatsak daha da mən bilən yaxşıdır. Ata babadan bize kalan her bir şey bu bir mirastır. Bu da benim nəvəmdir. Allah koysa bu da yavaş yavaş büyüyer. Bu da görür ki bu işi necə eləyirəm, nə tər işləyirəm. Bəlkə bunun da bir marağı oldu. Bu da işlədi bir vaxt. Bu da indi çörək pulu qazanar. Hem millete xeyir veren bir uşaq olar. Avarlar Azərbaycanın digər xalqları kimi zəhmətkeş olublar. Halal zəhmətləri ilə çörək qazanan olublar. Adət-ənənəmizə gələndə ailədə üstünlük kişiyə verilir. Ailədə qayda qanun qoyan kişidir. Bismillahirrahmanirrahim. Ya Rabbin Allah kınızı kısmet Kendi qismət ki, Allah qərəbin bakat verir. Son dərəcə qonaqpərvərdirlər, son dərəcə istiqamlıdırlar, son dərəcə döyüşkən və mübariz ruhludurlar. Bizdə kənddə çörəyi kişi kəsər. Kişi çörək kəsməmiş, heç kim çörəyə əl uzatmaz. Bu bir. İkincidə təndirdə çörək yapan xanımlar çörəyi təndirdən çıxaranda gərək 2-2 gətirələr. Çörəyi 2-2 götürmək lazımdır ki, yəni inancıdır, kərahətlik olmasın, bərəkət kəm olmasın. Əgər axıra bir çörək qalsa təknəyə, onu elə tək qoymurlar. Böyründə bir qaşıqla qoyurlar ki, çörək tək olmasın. Azərbaycanımızın hər yerində olduğu kimi mətbəximizdə də belə genişlik var, gözəllik var, qonaqpərvərlik var. Avar mətbəxinin ezdimində bizim Balakənin, bizim Zaqatala zonasının şahı olan fərqli yeməyi maxara haqqında danışmaq istəyirəm. Maxara, belə baxsaq, elə bil ki, bu asan görünür, amma o bişirmək onun bir o qədər də asan deyil. Bu süddən, yumurtadan, bir də ondan biz elə bil ki, südlü sıyıq kimi eləyirik. Ondan sonra da bu mütləq sacın üstündə bişməlidir. Əlbəttə, onun evdə də, tavada da bişirirlər. Amma sacın üstündə, odun üstündə, közün üstündə bişirən maxaranın dadını heç nə vermir. Bizdən çoxları soruşur ki, maxara sözünün mənası nədir? İndi avarcadan onu belə biraz fikir verib fərqləndirəndə onun mənası belə çıxır ki, yəni max deyək ki, sac deməkdir, barab dəmirin üstünə tökülən mənasını verir və bu da bizdə çox yayılan yeməkdir. Hansı qonaq gəlsə bizim zonaya, bizim Balakənimizə, doğma Balakənimizə ilk növbədə onların sözü olur ki, maxara, bizə maxara bişirin.
gün burada bişirdiyimiz bu qutavlardır. Qutavlar deməli ət qutabı, cincər qutabı bizdə əsasən yazda elə ki Novruz gülü baş qaldırır, o qarın altında cincər də baş qaldırır. O vaxtdan artıq başlanır ki bu qutabı biz bişiririk. Şor qutabı, bir də buranı qutabı. Bu mədəniyyətin içərisində bilirik ki, mətbəx mədəniyyəti daha qədim tarixə, bir xalqın özünü ifadə eləməsi baxımından çox ciddi əhəmiyyətə malikdir və avar mətbəxi də öz çeşidliliyinə görə, amma getdikcə məskunlaşdığı ərazidəki digər xalqlarla qaynayıb qarışdıqca burada bir vahid mətbəx mədəniyyəti yaranmağa, formalaşmağa başladı. Uşaqlıqdan muzikaya biraz yaxın oldum. Getdim bir iməcliyə, orada bir tambur çalan var, oxuyan var. Çox xoşuma gəldi o iş mənim. Oradan durub evə gələndə fikirləşdim. Vay, bu adam bu çala bilir, mən niyə bilmirəm. Buna prinsip oldu. Başladım tambur düzəltmək, bu da jökədən döysə əmələ gəlmir. Jökə ağırdan. Belə metalik bir jökəli götdüm bu yoğunluqda. Başladım tambur düzəltməyə. Buna deyirlər mey. Bunu da özüm düzəltmişəm. Getdim bir toya. Görürəm böyük səsli bir, bu döyür də var burada. Dedim, bununla düzəldim də. Özgədən bir qəpik verib mən musiqini almamışam, özüm düzəltmişəm. Bu da mənim nəvəmdir. Çox da istəyirəm bunu mən. İndi mən bundan çox razı qalıram. Bu da mən öyrətmişəm də hər. %58-ci ildə 58-ci ildə Tükəzban xanım da, yoldaşı Mamir həkim də, baytar həkim idi. Gəlmişlər Qabaqçöl kəndinə Qazaxdan işləməyə. Onda axı təyinatla hamı gedirdi. O cümlədən də bunlar da Azərbaycanın ən ucqar bir yerinə təyinatla gəlmişdilər. Kolxozda bunlar burada idarələri də burada yaxında idi. Kolxoz bunlara torpaq vermişdi. Burada bunlar özlərinə ev tikmişdilər. Bizim kənd öz mətbəxi olan bir yerdir, deyək, avarlar. Mürəbbə bizdə o qədər də zəngin deyil. Bütün bu mürəbbə bişirməyi bəlkə də kəndə elə Tükəzban nənə öyrətdi. Zəfəranlı aşı Tükəzban xala öyrətdi, deyək sizə. Hansı toya gedirdin, toyun axırında deyirlər, bacını gətirin, əlində kəfkirlə gəlin. Bunun yoldaşı öləndə mən deyirəm, kənddə bir maşın qalmadı. O qədər maşın kərvanı onu aşağı Salahlıya apardı. Torpağa bastırdı, gəldi. Tükəzban bacı da bir 3 il zorla orada yaşadı. Təzdən qayıtdı, gəldi ki, mən bursuz, Qabaqçölsüz yaşayanmaram. Ay sağ ol, gəldim. Yaşayanmaram. Mən Rusveli, bir eşq üçün can qoymuşam bu əsərə.
Mən məcnunam orduların sərkərdəsi bir dilbərə. Məhəbbətin dərmanı yox, yüz tutsam da təbiblərə. Ya can versin canan mənə, ya tapşırsın quru yerə. Qohumunuz olub, Səmədurun haqqında nə bilirsiniz? Qabaqçöldə Səməd Vurğunun bir dənə də qohumu olub. Hə, var. Ona görə də Qabaqçöl bununla fəxr edir. İsfəndiyar müəllim vardı, Vəkilov. Cəlal müəllim vardı, Vəkilov. Cəlal müəllim var idi. Bunlar Qazaxlılar idi. İllərlə Qabaqçöldə yaşayıblar. Və bizim Qabaqçöl ziyalılarının yetişməyində onların çox böyük rolu olub. Rəsul nailiyyəti ilə Azərbaycan balası olduğunu sübut elədi. Kiçik yaşlarında məktəb həyətində İsmail müəllim görüb nadincliyini gətiribdi ki, çağırıb yanına deyib, məşqlərə gəlmək istəyirsənmi, idmanla məşğul olarsanmı? Elə o gündən İsmail müəllim əlindən tutub məşqlərə apardı, sonra da Bakıya apardı. Çox sağ olsun. Dövlətimiz onun qayğısına qaldı, bu cür imkan şərait yaratdı. Sağ olsun dövlət başçımız, prezidentimizin bu qədər qayğısına, bu qədər hörmətinə Rəsuldakı etimadını doğrultdu. Allahıma dua eləyirəm ki, belə bir oğul bizə bəxş eləyib. Bizdə milli tolerantlıq, qaynayıb qarışmaq prosesi çox güclüdür. Bu da bizim dövlətimizdə tolerantlıq üçün yaradılan şəraitdən irəli gəlir. Biz də bunu əlbəttə özümüzün milli xüsusiyyətlərimiz kimi yaşadırıq və bundan faydalanırıq. Özünə məxsus tarixi, adət-ənənələri olan avarlar bu torpaqların digər etnosları kimi öz tarixi etnik spesifikliyini qoruyub saxlamaqla yanaşı, həm də vahid bir millətin nümayəndəsi kimi qaynayıb qarışaraq bu gün də doğma Azərbaycan xalqı ilə birgə yaşayıb yaradırlar və bununla da onlar ümumi, vahid mənəvi dəyərlərə sahib çıxır, bütövlükdə ölkəmizin maddi-mənəvi mədəniyyətinə özünə məxsus rəng qatırlar. Azərbaycan xalqının nümayəndələri bütün dünyada seçilən, özlərinin milli xüsusiyyətlərini, dövlətçilik xüsusiyyətləri ilə daim seçilən bir dövlət olub. Biz də o dövlətin tərkib hissəsi kimi həmişə bununla, burada yaşamağımdan fəxr eləmişik ki, necə əmin, aman, sakit bir ölkədəyik və bizim həqiqətən əsl sahibimiz var. Belə bir dövlətin nümayəndələri olmağımıza görə fəxr edirik. Muşim çəzi yenəyi borna bulaxuq Bohla bir qədunun çatunu açana Qavça bulaxusa kim xarabi mexək شدوني بدور سراتي بكسي بنكانا قوش عبولا خساكي مخاربي مخاش شدوني بدور سراتي بكسي بنكانا يو يستيكا احنا ضيعول اهابي كيج دو ياري انا ياري انورو ديكا احنا ركني بوغاب عبدير دار Duaya bir tanuru Bir yanı bağla kani çay Bir yanı alazani çay Bir yanı bağla kani çay Bir yanı alazani çay Məhsuluyla bol diyarı
Ay mənim balakənim Məhsuluyla bol diyarım Ay mənim balakənim